Sizi Şehit Cavidan Məhəmmədinin musiqi aldığı, musiqi təhsili aldığı 4 nömrəli Uşaq Musiqi Məktəbinin rəhbərliyi və kollektiv adından və öz adından salam verin. Şəhidlik uca məqamdır. Onu xatirələrdə yaşatmaq isə müqəddəs amal, mühüm vəzifədir. Bugün xatirəyə çevrilən ömrün işığına yığışmışıq. Yığışmışıq ki, vətənin şərəfi, namusu, ləyaqət uğrunda həlak olan şəhidlərimizi ana və onları yad edir. Elə bu məqsədlə Azərbaycanın rifahı, müqəddəratı və bütövlüyü uğrunda canından keçən şəhidlərimizi yad etmək üçün bir dəqiqəniz sükut edilmişdir. Allah şəhidlərimizə rəhmət edin. Ancaq şəhidlər adi insanlardan fərqlənir. Onların həyatında yalnız bir tarix var. Doğum tarihi. Bugün haqqında söhbət açacağımız Şəhid Cavidan Məhəmmədlinin qısa, lakin mənalı ömür yoluna nəzər saldıqda yadılan Mirzə Fətəli Axundzadənin insanda ən böyük ləyaqət hissi özündən sonra yaxşı ad qoyub getməkdir ki, bu da yalnız yaxşı əməllər sayəsində ola bilər. Və Mirzə Cəlilin elə yaşamalısan ki, öləndən sonra ölməyəsən kəlamları düşür. Milli qürur hissi insan mənəviyyatının əsasıdır. Saf mənəviyyat isə düzgün tərbiyənin nəticəsidir. Əgər insan uşaqlıqdan vətənə, xalqa, böyük boya başa çatdığı yurda məhəbbət ruhunda tərbiyə olunubsa, bu hisslər onu heç vaxt tərk etmir. Harda olur olsun, bu cür insanlar daim vətən, onun rifahı, doğma yurda bağlılıq insanlara sevgi və məhəbbət düşündürür. Bu xüsusiyyətləri özündə saxlayan Cavidan Məhəmmədli ayrılmaq üçün bəhanələr çoxdur. Mən istəyirəm, İnsanlar birləşmək üçün səbəblər tapsınlar, deyirdi. Xəlq xidmətinin ilk aylarında
Ailəsinə təşəkkür məktubu ünvanlanan Cavidanın saf və müqəddəs niyyəti az müddətdə ordudakı zabitlərə bəlli olmuşdu. Vətənin keşiyində olarkən aldığı snayper gülləsi onun həyatına son qoyur. Göylər qopdu elədi, yer oynadı yerindən. Bir ah qopdu ilahi, ürəklərdən, dərindən. Müharibədən yeni çıxmış xalq yenidən məyus olmuşdu. Yenə şəhid, yenə qan, yenə itki. Onlarla görüşə gələn insanların üzlərində kədər, başlarında sual var. Cənnət mi çağırdı səni qoynuna? Sən də mələkləri görmək istədin. Bəli, bu torpaq özünə layiq igid oğullar, qızlar edir. Elə igidlər ki, əsrlər keçsə də onların adı xalqımızın daş yaddaşında əbədi iz bırakacaq. Gələcək nəsillərə örnək kimi xatirələrdə qalacaq. Bugün daha neçə oğul qızı ilə fərqləşir Azərbaycan. Görüşmə gəlmişim. Ağlayım, susum səni. Dur öpür baş daşından, bağrıma basım səni. Görüşmə gəlmişəm, qəlbinə su səpəcəm. Gətir o silah tutan əllərini öpəcəm. Öpəcəm tarix yazan igidliyindən səni. Öpəcəm o müqəddəs şəhidliyindən səni. Necə gözəl baxırsan, gözünə qurban şəhid, vətənə doğru gedən izinə qurban. Görüşünə gəlmişəm, necə gözəl baxırsan, şəklinə qurban şəhid. Elə bir bəz çıxırsan, şəklinə qurban şəhid. Şəhid Cavidan Məmmədlinin anım günündə hal-hazırda Dr. Əli Şah Musiqi Məktəbinin kollektivinin imtihasında muğam sayağı ifa olacaq və onun skripkada məktuba sayağı Fortepiano Mustafa Bahar, qarda Vüsal Mirzəli ifa edəcək. Buyurun, buyurun.
Dünyanın xoş günündə əzab verirsən ona. Əlim əlindən uzaq, səsim səsinə yetmir. Dərd çəkilib utanmır məni. Özümdən məni. Nə qədər sərt olsa dalğalar, qayalara çırpılıb geri döner. Yolları kəsir deyildi zaten. Mesela o sen mi olursun? Ne nerede? Taşırsan. Allah Türklerden zərərli Zirveye Zirvəyə ucalandan, tarix yazdıranıyla, qorudu bu vətəni, bu torpağı canıyla. Şuşa, Laçın, Kəlbəcər, qayıtdı bir əllə, qələbəni bizlərə yaşatdılar igidlər. Zirvələrə ucalda ulduzlu bayrağım, şəhidlərin qanıyla çiçəkləndi torpağım. Kimisi anasının görmədi necəsini, kimisi sevdiyinə çatdırdı son sözünü. Kimisi anasının bircə balası idi, kimi elin obanın nazlı sonası idi. 44 gündə səmaya ucaldı neçə mələk, 44 gündə alışdı, yandı gör neçə ürək. Azərbaycan tarixi, yenidən də həmin gün. Gör nə qədər qələmin sınıb, töküldü ömrü. Qələbəni yaşatdı, neçə igid, neçə can. Unutmaz igidləri, unutmaz Azərbaycan. Allah bütün şəhidlərimizə rəhmət eləsin, bütün şəhidlərimizə ruhu şad olsun. Buna çatar. Şəhidlər gözəldir. Cənnətdə rahat yatar. Şəhidlər el obaya yol göstərən mayaqdır. Şəhidlər zülmətlərə nur çinlər, çıraqdır. Bu torpaqda şəhidlərin qanı var. Bu torpaqda igidlərin anı var. Bu yolda igidlər can verdi. Torpağı qorudu. Bu yol zəfər yoludur. Bu yol haqqın yoludur. Bu yol millət yoludur. Bu yol vətən yoludur. Bu yol zəfər yoludur. Zəfər yolu. İfa edir Salamabad Fərdanə və Məmmədov Mustafa. Şehitlerin kanı var, bu torpaktan yiğitlerin adı var. Bayrağımız Şuşa'da dalgalanır, yollar bizi gelmeye aparır. Bayrağımız Şuşa'da dalgalanır, yollar bizi gelmeye bu yol zafer yoludur. Bu yol hakkın
Çünkü benim damarımda vətən axır qan yerinə. Qeyrətimdə, namusumda, bədənimdə can yerinə. Son nəfəsi vətənim üçün vermişəm qurban yerinə. Mən həsrətəm bu vətənə. Siz yaşadın bu vətəni. Mən şəhidəm. Vətənimin torpağında, ağacında, suyundayam. Yüz illərdir azadlığın yazılmayan sayındayam. Artıq varam, ruhum azad, bu vətənin hayındayam. Mən həsrətəm bu vətənə. Siz yaşadın bu vətəni. Siz yaşadın bu vətəni. Həsrət nəğməsi. Fortepianoda Nəsibova Elnarə, Harda Cumayev Səfər.
Gəlin köçərsən, köçdüyün evin qonşusunda özünə həm dərd, həm ortaq taparsan. Onları özünə bir ailə bilərsən, hər sevincində onlara qaçarsan, sevincini bölüşərsən. Hər dərdin olanda onlarla dərdini bölüşüb azaldarsın. Hər sevincində sənə qaçarlar, hər kədərində yanında olarlar. Qadir ana belə qonşulardan idi və könül üçün onlar həm dərd ortağıydılar, həm sevinc ortağıydılar. Cavidanla könül o qədər bir-birlərinə yaxınlaşmışdılar ki, bir-birlərinə qardaş və bacı deyirlər. Hələ də bu bağlar qopmur, hələ də bu bağlar qırılmır. Gönül Cabbarlı öz şeirində bu bağlara necə sadiq qaldığını sizlərə göstərəcək. İfa edir Gönül Cabbarlı. Dağlarında daş olur, daşına dönüm vətən, belası eskilmeyen başına dönüm vətən. Bu xalqın, bu milletin gözünün qurumayan yaşına dönüm vətən. Məni çevir, dolandı, başına dönüm vətən, başına dönüm vətən. Anasız şəhidinə ağı deyib ağlaram, qürurumu əymərəm, qəddim eyb ağlaram. Ağlaram həzin-həzin, ağlaram narın-narın. Tutaram matəmini, xəyal olan, heç olan, puç olan arzularım. Qara geyib ağlaram. Əllərindən xınası, qulağından toyunun çəkilməyən sədası, o ikidə ağlaram. Alaram göz yaşını el içində yar deyib ağlamağa utanan gəlinin yanağından. Qoşulub ürəyinə qardaş dağı çəkilən o şəhid bacısına onunla tən ağlaram. Diz qoyaram, diz qoyaram uğrunda canlar gedən bu torpağa. Oturaram yanında o şəhid anasının, mən də lay-lay çalaram əbədi yuxuya gedən nakam balaya. Atasının yanında tox tutaram özümü. Sözə qulaq asmazsa, gizlin silim gözümü, yox belə olmaz indi, biraz toxtuyum gərək. Çünki yaxşı bilirəm, masanın üzərindən kağız dəsmal götürüb uzadar mənə sarı və təsəlli verərək yenə deyər. Tək vətən sağ olsun, tək vətən. Tiklənər o boz sükut onun hışqırığıyla, doğranar sanki içim 100 şüşə qırığıyla. Mənə qıymaz, özü isə nalə çəkər ağıyla, qəlbi bala dağıyla. Dağlarında daş olun, daşına dönüm vətən. Boynu şəhid məzarlı, qəlbi dərdli, yaralı. Başına dönüm vətən, başına dönüm vətən. Yanıb gülü qalacaq, bilmirəm nə olacaq. Olanı xatirə edir, qalanı xatirə edir. Şəhid Cavidan Məmmədlidən bizə bir xatirədə qaldı. Əslində, şəhidlər hər bir xatirələrlə doludur. Onun sevdiyi bir filmdən bir musiqi var. İstəyirəm ki, bugün bütün tamaşaçılar onun necə ruhsal, duygusal bir evlad olduğunun şahidi olsun. Çalğışı filmindən bir mahnını o hər zaman piyanoda çalmalı və ona onu dinləməyi çox sevirdi. Bugün onun ruhu şad olsun deyə məktəbin fortepiano müəlliməsi Nəsbova Elnarə həmin mahnını sizlər üçün ifadə edəcək.
sevə bilmirəm səni. Səninlə damarda axır qanım var. Könlümdə, canımda fədadır sənə. Sən mənim ruhumun qida yerisən. Sən mənim ruhumun nida yerisən. Ürəyim boşluqda haykıran zaman sən könlümün səda yerisən. Qəlbimin səsi ifa edirlər Nəsibova Elnarə və Salımova Kəbra. Kalbimden çıkar o bir seni, seninle
Qayıtmadım. Son şiirdi yazdım sənə. Bəlkə getdim, qayıtmadım. Dik tut hər zaman başını. Yad görməsin göz yaşını. Hazır elə başlaşına. Bəlkə getdim, qayıtmadım. Salamat qal ana. Oxuyur Vüqar Rüstəmli, Fərqanə Salamova. Biz bu elleri rahmeti var koyuyor. Biz yürekleri koşar
ruhum, canım və tənim. Şöhrətə baxadında, qüdrətə baxadında, deyilməsən, xəzinə, baxıb nurlu üzünə, aranına, dadına, gözəl Qarabağına ad qoyub can deyirlər. Azərbaycan deyirlər. Səni vətən seçənlər, adına and içənlər, çinarına xan dedi, dağına sultan dedi. Lap şikan olan da yolunda qurban dedi. Mən də can, can deyirəm. Azərbaycan deyirəm. Azərbay deyilince düşmənlər də can deyər. Dönük çıxıb gözündən düşənlər də can deyər. Can deyər, qan, qan deyən, hər Azərbaycan deyən. Dünyadan doymayan da, canına kıymayan da, tək sənə can deyəcək. Azərbaycan deyəcək. Benim Azerbaycanım. Adının da canı var. Gönlümün ne korkusu ne de heyecanı var. Bilmeyen bile bilmez. Bu vətən ölə bilmez. Niye? Neden? Ne için? Çünkü tükenmez gücün. Hamı sənə can deyir. Can Azerbaycandır. Azerbaycan. İfa edirlər Vüqar Rüstəmli, Mustafa Məmmədov və Fərdanə
torpağın əzizdir mənə. Mən səndə tapmışam saadətimi. Könüldən mahnılar qoşmuşam sənə. Çevirib bayrağa məhəbbətimi. Gözümü dünyaya açanda ilkin anamı görmüşəm, səni görmüşəm ey vətən. Əhdinə vəfalı bir övlad təkil, döyünən qəlbimi sənə vermişəm ey vətən. Şöhrətim ey vətən, şanım ey vətən. Sən mənim adımı ellərə yaydın. Ürəyim ey vətən, canım ey vətən. Mən şəhid olmazdım, sən olmasaydın. Ey ana vətənim, ifa edirlər Fərdanə Salamova və Səbuhi Hüseyin.
silahlandı qəhrəman. Onun polad sinəsinə sığışmadı ürəyi. Dayan, deyib yaxın gəldi. Öpdü onun alnından, yay gününün xoş səhəri bir də dağlar köləyi. Ana, getdim, salamat qal, deyib öpdü qarnını. Ana yiyib balasını açdı öz qollarını. Üz gözündən öpə-öpə bağrına bastı onu. Ana yurdun bu qəhrəman, bu namuslu oğlunu. Dedi oğlum, göz bəbəyim, sən ey ömür çiçəyim, tarixlərin şahididir mənim bağ birçəyim. Görürəm ki, qəhrəmansan, sənə halaldır südüm. Qulağında yaxşı qalsın mənim sənə üydüm. Biz sənsiz də dolanarıq, uğur olsun yoluna. Qılıncını çalan zaman qüvvət gəlsin qoluna. Sən düşmənin qabağında igid tərpən, vüqarla. Tüfəngini təmiz saxla, atını da tumarla. Öz yerində olsun gərək igidin yar yarağı. Hər gün yeni bir zəfərlə gəlsin onun sorağı. İgid balam, hərsən ki öz amanam mən sənin. Çörəyinlə böyümüşəm bizim azad vətəni. Bizim ellər Koroğlular, qəhrəmanlar yurdudur. Hər nəfəri güllə batmaz, top dağıtmaz ordudur. Payız vaxtı bağçamızın heyvaları dəyəndə, şaftalılar şirələnib budağına əyəndə, göndərərəm sovqatını, sənin də öz payına. Sən də artır özləninlə zəfərlərin sayını. Get, düşmənin qabağında igid tərpən, vüqarla. Tüfəngini təmiz saxla, atını da tumarla. Əskər artıq yola düşdü. Dağ tərpəndi yerindən. Günəş yaydı şöləsini vətənin göylərindən. Ana baxdı öz oğluna, su da səpdi dalınca. Şair qəlbi bu səhnədən ilhamını alınca, yaşa dedi ey qəhrəman, yaşa dedi ey vətən. Sonra şair dodaqları öpdü ana elindən. Yaşa Azərbaycan. İfa edir Səbuh Hüseynov, Mustafa Məmmədov, Vüqar Rüstəmli və Fərqanə Salam.
şehit anası ile senin teyzer oğlundan bir tebrik ala. Bugün hasret çeken, titrek kalplere değilen hiçbir söz merhem olmadı. Bilirəm hər bir kəs yanımda oldu, ama mənim yerim yenə olmadı. Sən oğlum söyləyib fəryad edəndə ruhumla köksünə sıxmışdım səni. Bilirsən nə qədər öpüb qoxladım, dilinə salam mən də yaz məni. Mənsizlik nə qədər acı olsa da, məğrur duruşunla göz oxşa ana. Unutma dünyaya gətirdiyin kəs, can verib canından Azərbaycana. Can verib canından Azərbaycana. Xatırlama, hər evin başına bayraq taxılmaz. Hər ada şəhidlik ada sılmaz. Hər kəsə bu qədər uca baxılmaz. Sən düşmən qəddini əyən anası. Məğrur ol, ağlama şəhid anası. Başını dik tutun ana. Cavidan kimi evladım var. Ağlama, qəmgin dayanma. Şəhid anası adım var. Sən elə oğul böyütdün, adı düşürdü dillərə. Elə hünər göstərib ki, müjdə verir səhərlərə. Qadir Hanım, sizləri zəhmət olmasa bura dəvət etmək istəyirik. Salamlayıram. Hoş gəlmisiniz. Mənim yanımda olmuşsunuz. Bağımın ziyarətinə gəlmisiniz. Allah ziyarətinizi qəbul eləsin. Nə deyim? Çox sağ olun. Bu tədbiri hazırlayan, əziyyət çəkən hər bir kəsə minnətdarım. Hər birinizə ayrı-ayrılıqda təşəkkür edirəm. Nə deyə bilərəm? Deyirlər sözüm bitdiyi yerdə. Yəqin ki, mənim də sözüm bitdi. Bir müəlliməsi var. Bu deyirdi ki, insanlığın nümunəsini göstərsələr, Cavidanı göstərərdim. Çox sağ olsun o müəlliməsidir. Nə deyim, bilmirəm, nə deyim. Necə təşəkkür edirəm. Yaşadığınız üçün, andığınız üçün, şəhidləri yaşatmağa çalışdığınız üçün. Hər şəhidin qarşısında tək baş əyilən, hər şəhid anasının qarşısında baş əyilən. Mən bilirəm, ana nə deməkdir, evlad ikisi nə deməkdir, çox ağır bir hissdir bu. Yaşamaq çox çətindir. Deyirlər, hər kəs biraz toxtuyur. Vallahi, hər kəs toxtanla biraz geçirirlər. Yəqin ki, mən biraz ağ edirəm, onu da bilmirəm. Bilmirəm ki, yəqin ki, biraz ağ edirəm mən. Bacara bilmirəm, özümdən gücüm çatmır. Allah Cavidanın atasına da rəhmət eləsin. Atası ona qovuşmaq üçün çalışdı. Çox çalışdı, hər kəs bilir. Çalışdı ki, necə geçsin. İnşallah Allah ahirətdə bizi də qovuşdurar babalarımıza. O ümidlə yaşayıram. Qovuşmaq ümidlə yaşayıram. Sağ olun, var olun, Allah razı olsun. Hər birinizə təşəkkür ederim. Görünümlerinde yaşayan sizin efendim. Hayırlı olmakla bütün bu Ankambu'la teşekkür ediyoruz. Sağ olsunlar ki bizim şehrimizin aziz sultanı var. Böyle erkeğinin tercih için sevinmemek
tədbirimizdə iştirak edən bütün qonaqları salamlayıram. Şəhid analarını salamlayıram. Bütün şəhidlərimizə Allahdan rəhmət diləyir. Bütün şəhid analarının qarşısında baş əyir. Tariximizi qızıl hərflərlə yazan şəhidlərin yerləri cənnət olsun. Nə qədər tədbirlər də keçirsə, nə qədər hədiyyələr də təqdim eləsək, onların yerini heç nə ödəməz. Ömrümüzün axırına kimi biz bu şəhidlərə borcluyuz. Allah onlara qəmi-qəmi rəhmətlər eləsin. Yerləri, məkanları cənnət olsun. Kollektivimiz adından, öz adından Xatirə Anaya bir hədiyyəmiz var, istəyirəm onu təqdim edin. Çox sağ olun, Sevinmə. Dediğim gibi tədbiri hazırlayacaq Sevinmə anımız gördük və şahid oldu. O qədər çalışırdı ki, tədbir gözəl alınsın və anamızın en azından biraz ruhu təsəlli tapsın. Xatirə ana, düşünürəm ki, bu əziyyətdən razısınız. Sevinmə heç olmasa biraz özündə o təsəllini tapsın ki, mən Çox razıyım. Çox sağ olun. Bilirəm neçə günlərdə əziyyət çəkirsiniz, sevinməli. Bilirəm, çox həyecandan deyildi ki, tədbiri başa vurmalıq. Allah razı olsun hər birinizdən. çox sağ olun, var olasınız sizlə. Önündə diz çöküb baş əydik biz. Can verib, can verdin. Daşa, torpağa. İndi ürəklərdir sənin vətənin. Döndün könüllərdə, enməz bayrağa. İndi ürəklərdir sənin vətənin, ey şəhid. Döndün könüllərdə, enməz bayrağa. Xatirə şəkli çəkdirmək üçün Nəzakət xanım, siz də bura dəvət edirəm. Buyurun, zəhmət olmasa. Və bugünkü tədbirimiz bax beləcə sona yetir. Hər zaman yenidən görüşmək ümidiyle sizlerle sağollaşırıq. Və Allah'tan hər zaman şəhidlərimizə rəhmət diləyir.